Herkese salam, kanalıma xoş gəlmisiniz. İndi mən marketdən gəlmişəm və marketdən aldıqlarımı sizə çəkib göstərmək istəyirəm. Bizim burada müxtəlif marketlər var. Ona görə fərqli marketlərdən alış-veriş eləmişəm. İndi mən sizə bir-bir onları göstərəcəm. Qiymət məbləği nə qədər xərclənmişəm bu gün ərzində sizə deyəcəm. Araz marketdə endirimlər var. Tac makaron üst qiyməti 1 manatdır, amma indi düşüb 75 qəpiyə. Ondan 2 dənə aldım. Spagetti. Orada yazılmışdı 1 manat 50 qəpiyə üst qiyməti, amma bu da elə düşüb 75 qəpiyə. Azər süd, da qiyməti 2 manat 29 qəpi. Pak maya 80 qramlıq 1 manat 20 qəpi. Araz marketdən kartof, onda kilosu 1 manat 30 qəpi. Araz marketdən aldıqlarım burada. İndi keçək Bazar Store'dan nələri almışam sizə göstərim. Bazar Store'dan 400 qramlıq bizim süd pendiri. Mənim qızım bundan xoşu gəlir. Ona görə də hər dəfə bunu alıram onun üçün. 2 manat 59 qəpik. Məncə sərfəlidir. Göyçənin çanaq pendiri. Bunun öz qiyməti 10 manatdır. Amma indi düşüb 7 manat 99 qəpiyə. Və bir də göyərti almışdım. Orada göyərtilər bilirsiniz də 19 qəpik idi. Orada ən ucuz göyərtilər Bazar Store'dadır. Hər yerdə 23 qəpikdir. Orada 19 qəpik. Sadəcə onu bura qoymadım. Şokolad kartoşka qiyməti də 5 manat 99 qəpik idi. Mən də 1 manat 15 qəpikli aldım. Ümumiyyətlə mən konfetləri həmişə az alıram. Ehtiyac görmürəm ki, çox almağa, bitəndə yenə qeyb almaq olar. Çünki indi çox bolluqdur. Hər şey mağazinlarda var. İndi isə Walmartda aldıqlarımı sizə göstərmək istəyirəm. Deməli, un, Xəzər unu kilosu 65 qəpik idi. Walmartın çekini tapmamışam. İndi hansılar yadımdadır, mən sizə onları deyəcəm. Şəkər tozu 1 manat 45 qəpik kilosu. Çay final 2 manat 67 qəpik. Richmond spagetti endirimdə idi. 85 qəpik idi deyəsən. Qreçka farella deməli, amma bunun qiyməti yadımda deyil. Qabaq 1 manat 30 qəpiyə alırdım. Amma indi bilmirəm neçə idi. Amma 2 manata yaxın qiyməti var. Çox yaxşıdır. 800 qramlıq. Tövsiyə edirəm. Mən bundan alıb pişirmişəm. Konfetləri aldım. Bunlar da endirimdə idi. Deməli 4 manat 99 qəpik. 99 qəpik. Və bir də beləsi. Bunlar südlüdürlər. Bunlar da karameldir. Bunun da qiyməti düşüb endirimdə 4 manat 99 qəpik. Walmartdan qızım üçün belə sponçiklar aldım. Süngərlər də sponçikdir. Qiyməti 1 manat 99 qəpikdir, amma düşüb 99 qəpik endirimdədir. Və qatıq. Bu da bizdə burada satırlar. 800 qramı 1 manat 30 qəpik. Ümumi xərclədiyim məbləğ 40 manatdır. Bugünlük bu qədər. Təşəkkür edirəm ki, mənim kanalımı izlədiniz, vaxtınızı mənə ayırdınız. Xahiş edirəm ki, abunə olun, like atın, paylaşın ki, mənim də kanalım irəliləsin. Sağ olun, gələn videolara qədər.